Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimələr. Bugün mən sizə WhatsApp qruplarımızda açılan testləri izah edəcəm. Keçək testlərimizə. Birinci testimiz belədir. Aşağıdakılardan hansı hərəkətli oyunların uşaqların ətraf mühitdə tanışlığındakı roluna aid edilə bilməz? Baxaq sualımıza. Deməli, burada A variantından başlayır. A variantı uşaqlar canlı və cansız təbiət hadisələrini oyun vasitəsilə vizuallaşdırırlar. A variantı, baxın, canlı və cansız təbiət hadisələri bu ətraf mühitə aiddir. Biz bunu bilirik. Oyun vasitəsilə vizuallaşdırır. Ümumiyyətlə, uşaqlar oyunda bir ağacı, dənizi və yaxud günəşi təmsil edərək cansız təbiəti öz təsəvvürünə canlandırırlar. Yəni ki, baxın, hərəkətli oyunda, tutaq ki, gizlanpaç oynayanda və yaxud hər hansı bir hərəkətli oyunda, ağacın arxasında gizlənəndə, yoxsa və s. digər məsələlərdə uşaqlar nə edirlər? Cansız əşyaları görürlər və gözlərində vizuallaşdırırlar, yəni canlandırırlar artıq. Məsəl üçün, uşaqlar burada günəşi təmsil edir. Tutaq günəş kimi müəllim deyir ki, günəş çıxdı, uşaqlar qalxır. Müəllim deyir ki, günəş batdı, uşaqlar aşağı yenir. Artıq burada uşaqlar nə etdilər? Həm günəş haqqında məlumat topladılar, həm də bunu vizuallaşdırdılar. Deməli, burada A variantı ətraf aləmdəki hərəkətli oyunlara aid edilə bilər. B variantı əşyaların məkanda yerləşməsi, sağ, sol, ön, arxa hərəkətlərini mənimsəməsi. Ümumiyyətlə, ətraf aləmdə təbii ki, bunlar mənimsənilə bilər. Məsələn, sağa qaç, səbətin arxasında gizlən. Bu kimi komandalar verməklə artıq səmtləşmə inkişaf edir uşaqlarda. Bu da ətraf mühitə aid ola bilər. C variantında bitki və heyvanlar aləminin dair bilikləri, situasiyalar daxilində öyrənmək. Təbii ki, burada da ola bilər bu. Məsələn, canavar və quzular və yaxud arılar və çiçəklər mövzusunu biz keçəndə arılar kimi vızıllamaq, çiçək kimi gül açmaq, artıq bu kimi belə deyək də, davranışlar uşaqlarda formalaşa bilərlər. Və yaxud da heyvanların davranışlarını uşaqlar ətraf aləmdə deyə bilərlər. Nəticədə uşaqlar hərəkət eləyir və hərəkətli oyunlar ətraf aləmdə inkişaf eləyə bildi. C-də doğru cavabımız olacaq. D variantını saxlayırıq, Y variantına keçək. Y variantında təbiət hadisələrini, hərəkətlərini təqlid edərək dərk edirlər. Yəni, təqlid etmə nədir? Təqlid etmə küləyin əsməsini, qollarını yellədərək, yağışın yağmasını, məsələn, barmaqlarını yerə vuraraq təqlid edirlər və beləcə də hərəkətli oyunlarda bu da ola bilər. Amma D variantında uşaqlar yalnız müəllimin mühazirəsini dinləyərək passiv müşahidəsi kimi qalırlar. Müəllimin mühazirəsini dinləmək uşaqların hərəkətsiz qalması deməkdir. Bu da düzgün deyil. Burada hərəkətli oyunlar dediyi üçün artıq uşaqlar burada aktiv iştirakçı olurlar. Müəllim dedikcə uşaqlar da burada hərəkət edir. Amma passiv müşahidəçi odur ki, heç nə etmədən baxmaqdır. Ona görə də D variantı ola bilməz. Cavab variantımıza doğru cavab olacaq D variantı. Növbəti sual. Aşağıdakılardan hansı çoxluqların birləşməsinə əsaslanan toplama əməli nümunəsidir? Ümumiyyətlə, toplama əməli deyəndə, belə deyək də, əşyaların toplanması deməkdir. Burada. Və ikinci sualda da A variantına baxaq. A variantında deyir ki, aşağıdakılardan hansı çoxluqların birləşməsinə əsaslanan toplama əməli nümunəsidir? 3 qırmızı qələm və 2 yaşıl qələm bir yerə qoyduq. İndi neçə qələm var? Baxın, 3 qələm və 2 yaşıl qələm bir yerə qoyduq. Deyir ki, indi neçə qələm var? Burada topluqların toplama əməlidir bu. Bu toplama əməlidir və burada çoxluqların birləşməsindən söhbət gedir. Yəni, 2 çoxluq olmalıdır. 2 çoxluq olmaq üçün 2 fərqli əşya və yaxud 2 fərqli rəngdə əşya olmalıdır. 3 qırmızı qələmlə 2 yaşıl qələm fərqli rəngdə əşyalardır. Ona görə də 2 çoxluqdur. Deməli, burada deyir ki, 3 qırmızı qələm və 2 yaşıl qələm bir yerə qoyduq. İndi neçə qələm var? Burada toplamadır və 2 fərqli əşya var. Deməli, burada çoxluqların toplamasıdır. Ona görə doğru cavab 2-də olacaq A variantı. B variantında 5 alma, 2 alma götürdüyü bu çıxmadır. C variant deyir 6 fiqurdan 3'ü dairə, 3'ü kvadratdır. Bu fiqurların sayını dəyişmədən hansı biri çoxdur? Artıq burada dəyişmədəndir, sayını dəyişmədən çoxdur. Burada toplama əməli yoxdur.
D variantında 4 oyuncağın ikisini başqa qutuya qoyduq. Burada çıxmaməlidir. Y variantında da fərqlidir. Ona görə də iki fərqli rəngdə 4 topumuz var deyir. Burada artıq heç bir şey deyil. Yəni müqayisədir yalnız. Ona görə çıxır. Doğru cavab variantımız ikinci sualda olacaq A variantı. Üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, aşağıdakılardan hansı çoxluqların birləşməsinə əsaslanan toplama əməli nümunəsidir və statik modeldir. Statik model deyəndə bu nədir? Yəni ki, burada dəyişmə olmayacaq, eyni olacaq. Yəni statik modeldə birləşmə daxilində heç bir hərəkət və dəyişiklik baş vermir. Əşyalar artıq oradadır. Sadəcə biz onları bir bütöv kimi nəzərdən keçirdirik burada. A variantına baxanda deyir səbətdə 6 sarı armud var idi. Bağban ora daha 2 yaşıl armud qoydu. Səbətdə neçə armud oldu? Artıq burada toplama əməlidir. Burada dəyişiklik baş verdi. Dəyişiklik baş verdi deyə A variantı ola bilməz. B variantı. Göldə 4-4-ə üzürdü. Onlardan ikisi sahilə çıxdı. Artıq ikisi çıxıb. Çıxma əməli var burada. Deməli burada dəyişiklik baş verdi. Bu da ola bilməz. C variantı. Masanın üzərində 5 oyuncaq maşın var. Onlardan 3'ü yük maşınıdır, ikisi isə minik maşınıdır. Masadan cəmi neçə maşın var? Artıq C variantında baxın, dəyişiklik yoxdur. Heç bir dəyişiklik yoxdur. Masanın üzərindədir. 3'ü birdir, ikisi birdir. Deyir nə qədər var? Artıq burada toplama əməlidir. Dəyişiklik yoxdur. D variantına deyir ki, 8 konfetdən 4'ü bacıma verdim. Məndə neçə konfet qaldı? Burada çıxır. Ona görə burada dəyişiklik var. Y'də də deyir ki, 3 qutumuz var. Hər qutuda 2 karandaş var. Cəmi neçə karandaş var? Y variantı da bu təkrarlanan toplama və yaxud da vurma əməlinin ilkin anlayışıdır. Ona görə Y variantı ola bilməz. 3 qutumuz var. Deyir, hər qutuda 2 karandaş var. Cəmi neçə karandaş var? Burada söhbət çoxluqlardan getmir. Bir çoxluqdan gedir. Ona görə Y variantı da səhvdir. Doğru cavabımız C variantı. Yəni C variantında dəyişiklik etmədən bu toplamaqdır. Stolun üstündədir hamısı. Heç bir dəyişiklik eləmirik, toplayırıq. Ona görə də burada olacaq. Deməli, statik model deyəndə bu. Yəni, biri var dinamik model. Dinamik model artmadır. Yəni, əvvəl var idi, sonra əlavə olundu. Statik modeli isə olduğu kimi qalır. Yəni, bir qrupun daxilindəki fərqli xüsusiyyətli əşyaların cəmi. Burada da görürsünüz, bir qrupda fərqli xüsusiyyətli əşyaların cəmidir. Heç bir dəyişiklik baş vermədi. Ona görə də doğru cavabımız olacaq 3-də C variantı. Dördüncü suala baxaq. Deyir, bağçanın böyük qrupunda dayə uşaqlara qışqıraraq intizamı qorumağa çalışır. Uşaqlar isə ondan çəkinir, lakin onun tapşırıqlarına aktiv şəkildə əməl etmirlər. Bu vəziyyətdə tərbiyəçi nə etməlidir? Təbii ki, burada baxın. Bağçanın böyük qrupunda dayə uşaqlara qışqıraraq intizamı qorumağa çalışır. Təbii ki, qışqırmaq intizamı qorumaq deyil. Uşaqlar isə ondan çəkinir. Artıq qorxurlar deyə dayədən çəkinirlər. Lakin onun tapşırıqlarına aktiv şəkildə əməl etmirlər. Çəkinirlər, amma tapşırıqları etmirlər. Bu vəziyyətdə tərbiyəçi nə etməlidir? Təbii ki, dayə sərt xəbərdarlıq etməli, onun dərhal işdən çıxarılması üçün rəhbərliyə müraciət etməlidir. İşdən çıxarılma fikri səhvdir. Yəni, bu sonuncu addımdır. Yəni, ən axırda işdən çıxarma. Yəni, dayə xəbərdarlıq edib, işdən çıxarmaq üçün müraciət etmək, bu ən axırda ola bilər. O da ki, belə deyək də, problemi həll edilə bilinməsə, yəni dayə islah olmasa, belə deyək. Ona görə A variantı düzgün olmaz. B variant, dayənin metodlarını müdafiə etməli və uşaqların ona tabi olmasını tələb etməlidir. Təbii ki, bu uşaqların psixologiyasına zərər vura bilər. Məsəl üçün, dayə burada uşaqları qorxuzur və qorxma uşaqlara təsir eləyə bilər. Bu doğru olmaz B variantı. Dayəni müdafiə etmək doğru olmaz. C-ni saxlayırıq. D variantı. Uşaq təzyiq göstərmədən onların rahat hiss etməsi üçün sevdiyi fəaliyyətlərlə məşğul olmasına şərait yaratmalıdır. Təbii ki, bu uşaqlar üçün keçici bir rahatlıq olsa da dayədir. Söhbət burada dayədən gedir. Uşaqlar üçün eləyir. Amma bizdə nə deyir? Tərbiyəçi deyir, bu vəziyyəti nə etməlidir? Uşaqlar üçün addım atdı, amma dayə üçün addım atmadı. Dayə üçün addım atmadı deyə bu səhv cavab olacaq. D variantı səhvdir.
Y variantı dayəyə izah etməlidir ki, bağçada bütün uşaqları bərabər münasibət göstərməlidir və heç bir uşaq xüsusi imtiyazlara malik olmamalıdır. Təbii ki, sualda dayənin uşaqlar arasında fərq qoymasından söhbət gedir, ayrı seçkilikdən deyil və ümumi kobud davranışdan bəhs olunur. Ona görə də bu variant vəziyyətə uyğun deyil, Y variantı. Amma C variantına baxanda tərbiyəçi və dayə ilə fərdi söhbət aparmalı, uşaqlara qarşı daha səbirli və mülayim yanaşma tətbiq etməsi üçün ona alternativ metodlar öyrətməlidir. Tərbiyəçi və ya dayə bir komanda kimi işləyir. Dayənin pedaqoji təhsili olmaya bilər. Buna görə də tərbiyəçi ona uşaqlarla ünsiyyətin doğru yollarını göstərməli, mentorluq etməlidir. Və uşağın marağı nəzərə alınmalıdır. Qışqırmaq uşaqlarda qorxu yaratsa da daxili nizam-intizama aktiv əməl etməyə gətirib çıxarmır. Və səbirli və mülayim yanaşma uşaqda özünü idarə bacarıqları formalaşdırır. Və ona görə də dayəyə alternativ metodlar təklif etmək olar. Məsələn, diqqəti başqa yerə yönəltmə, oyun vasitəsilə təlimat vermə və bunlardan artıq dayə öz metodlarını dəyişə bilər. Nəticədə uşaqlar da belə deyək, həm uşaqları idarə etmək rahat olacaq, həm də uşaqlar tapşırıqlara əməl edəcək. Ona görə 4-də doğru cavab C variantıdır. 5-ci sualımıza baxaq. Deyir, bağçada rəsm məşğələsi zamanı uşaqlardan biri çəkdiyi şəkli bitirməmiş masadan qalxır və oyun küncünə qaçır. Deməli, uşaqda diqqəti zəifdir. Müəllim uşağa geri qaytarmağa çalışdıqda uşaq, mən artıq rəsm çəkmək istəmirəm. Deməli, uşaq ola bilər ki, uşağın marağı rəsm çəkməyə deyil. Deyir ki, bu rəngləri sevmirəm. Aha, deməli, marağı yoxdur, sevmir. Müəllim bu vəziyyətdə uşaq yönümlülük və fəaliyyətin stimullaşdırılması prinsiplərini qoruyaraq atacaq ən doğru addım hansıdır? Uşaq yönümlülük nədir? Uşağın marağı əsasında qurmaq. Fəaliyyətin stimullaşdırılması da eyni ilə dərsin uşaqları motivasiyalandırmaqdan ibarətdir. A variantına baxaq. Uşağa bildirməlidir ki, əgər rəsmi bitirməsə, digər uşaqlarla oyun oynamasına icazə verilməyəcək. Bu sərt addımdır. Yəni, icazə verməmək sərt addımdır. Bu, uşaqda qorxu və təzyiq metodudur. Uşaq yönümlü metodda isə belə bir şey yoxdur. Bu, avtoritar metoddadır. Ona görə A variantı səhvdir. B variantı. Uşağın rəsmi yarımçıq qoymasına icazə verməli və onun oyun küncündə sərbəst buraxmalıdır ki, digər uşaqların dərsinə mane olmasın. Baxın, uşağı rəsmi yarımçıq qoymağa icazə verir və uşaq oyun küncünə gedirsə, bu düzdür, bir qədər müstəqillik verir, sərbəstlik verir. Amma bir işi yarımçıq qoyub digərinə keçmək bu doğru olmaz. Və uşaqda artıq burada inkişaf baş verməyəcək. Baxın, bir işi yarımçıq qoyub başqa bir yerə gedirsə, uşaqda inkişaf olmayacaq. Və bu düzgün olmayacaq. Hər dəfə bir işi yarımçıq qoyacaq. Yəni, bu halda uşaq başladığı işi yarımçıq qoymaq vərdişinə yiyələnir. Yəni, daim, belə deyək, uşaqda vərdiş hal alacaq bu. Ona görə B variantı səhvdir. D variantına baxaq. Uşağın yerinə rəsmi özü sürətlə tamamlamalı və uşağa göstərməlidir ki, işi bitirmək necə vacibdir. Bu səhv fikirdir. Burada uşaq, tərbiyəçi müəllim özü artıq eləyir. Uşağa heç bir töhfə vermir uşağın inkişafına. Ona görə D variantı səhvdir. Bu hadisənin uşağın intizamsızlığı kimi qiymətləndirib valideynin uşağın qaydalara tabi olmadığını şahid etməlidir. Təbii ki, bu sadə bir pedaqoji vəziyyətin böyüdülməsidir. Baxın, xırda bir məqamı tərbiyəçi burada böyüdüb valideynə məlumat verdi. Artıq bu da valideyn və müəllim arasında inamsızlığa gətirib çıxaracaq. Və bağça daxilində həll oluna biləcək bir situasiyalar üçün valideynə şahid etmək müəllimin peşkarlıq səviyyəsinin aşağı olduğunu göstərir. Ona görə də Y variantı da bizim səhv cavabımızdır. C variantına baxaq. Uşağın yanına gedərək ona niyə bu rəngləri sevmədiyini soruşmalı, ona sevdiyi rəngləri seçmə imkanı verməli və fəaliyyəti onun marağına uyğun şəkildə, məsələn, rəsmi tamamladıqdan sonra onu oyunun lider edəcəyini deyərək dəyişməlidir. Bəli, bu variant doğru cavab variantıdır. Bu situasiyada həm uşaq yönümlülük, uşağın maraq və ehtiyacları nəzərə alınır, həm də fəaliyyətin stimullaşdırılması.
Yəni uşaqda motivasiya artır. Deməli burada uşağa seçim imkanı verilir. Uşağın bu rəngləri sevmirəm deməsi onun fərdi zövqü ilə bağlı ola bilər və müəllim ona sevdiyi rəngləri seçmək şansı verməsi uşağın subyekt kimi qəbul edildiyini göstərir. Eyni zamanda müəllim uşağın fəaliyyətini tamamilə dayandırmır, əksinə onu kiçik bir həvəsləndirici vədlə, məsələn oyunun lideri olmaq işi bitirməyə təşviq edir. Və bu uşaqda məsuliyyət hissini, məsələn başladığı işi bitirmək formalaşdırır, eyni zamanda nailiyyət motivasiyasını formalaşdırır. Ona görə də burada bu doğru cavab variantımız olacaq. C variantı doğru cavab variantıdır. Deməli 5-ci sualın doğru cavab variantı olacaq C variantı. 6-cı suala baxaq. Müəllim uşaqlara bizim şəhərin qəhrəmanları mövzusunda söhbət aparır. O uşaqlara təkcə tarixi qəhrəmanları deyil, həm də gündəlik həyatımızda bizə kömək edən şəxsləri, həkim, yanğın söndürən və s. göstərir. Müəllimin bu yanaşması ictimai hadisələrlə tanışlıqda hansı əsas hədəfə xidmət edir? Uşaqlarda peşələrin texniki tərəfini və əmək haqlarını öyrətmək. Təbii ki, burada qəhrəmanlardan söhbət getdiyi üçün peşələrin texniki tərəfi öyrədilmir. Yəni burada texniki tərəf deyəndə uşaqlara peşələrin texniki detalları, cihazlar və s. yəni bunlar nəzərdə tutulur. Burada bundan heç bir söhbət getmir. Məsələn, həkimin istifadə etdiyi cihaz, yanğın söndürənin istifadə etdiyi cihazlar və s. Amma burada texniki tərəfi deyil. Doğru cavab A variantı səhvdir. Yəni bu məqsədə xidmət etməz. B variantını saxladıq. C variantı uşaqlar yalnız hərbi sahəyə marağa. Hərbi sahədən söhbət getmir. Həm də burada həkimlik, yanğın söndürmə var və s. var. Ona görə C variantı səhvdir. Şəhərin infrastrukturu haqqında statistik məlumatlarla burada söhbət getmir. Belə bir məlumatlar yoxdur. Uşaqları gələcəkdə yalnız bu peşənin birini seçməyə məcbur etməkdə doğru olmaz. Yəni deyir ki, yalnız bunların birini seçməlidir, məcbur etmək. Bu da xidmət etmir. Bu da səhvdir. Cavab cəmiyyətin hər bir fərdin əməyinə hörmət hissinin və sosial məsuliyyətin təməllərini qoymaq. Cavab budur. Yəni müəllim qəhrəmanlıq anlayışını genişləndirərək ora həkimləri, məsələn qəhrəman həkimlərimizi belə deyək də ora əlavə eləyə bilər. Tutaq ki, Azərbaycan milli qəhrəmanı qəhrəman həkimimiz, məsələn Arəstə Baxışova. Onu belə deyək, onun timsalında həkimləri məsəl üçün orada verə bilər. Və yaxud da qəhrəman yanğın söndürənlərimiz, məsəl üçün fövqəladə hallar zamanı orada işləyən işçilər, xüsusilə təmizlik işçiləridir, məsəl üçün onların qəhrəmanlıqları haqqında danışa bilər. Artıq bu ictimai hadisələrlə tanışdıqda əsas hədəf kimi xidmət edir. Və burada əsas əməyə hörmət var. Yəni uşaq başa düşür ki, hər bir peşə sahibi cəmiyyət üçün vacib bir iş görür və təmizlik işçisi olmasa şəhər çirklənər, həkim olmasa xəstələr artar və uşaqda erkən yaşlardan hər kəsin əməyinə qiymət vermək bacarığı formalaşdırır. Eyni zamanda sosial məsuliyyət formalaşır. Yəni uşaq anlayır ki, cəmiyyətin bir üzvü kimi hər kəsin üzərinə müəyyən vəzifələr düşür və bu vəzifələri yerinə yetirmək fədakarlıqdır. Eyni zamanda dəyərlərin formalaşmasıdır ki, burada qəhrəmanlığın təkcə müharibə və ya keçmişlə bağlı deyil, həm də gündəlik qayğı, kömək və xidmətlə bağlı olduğu fikri aşılanır. Ona görə də bizim doğru cavab variantımız olacaq B variantı. 7-ci sualımıza baxaq. 7-ci sualda da deyir ki, qrupdakı uşaqlardan birinin valideyni müəllimi yaxınlaşaraq deyir, eşitmişəm ki, uşağımın ən yaxın dostu olan Əlinin valideynləri boşanır. Bu mənim övladımın emosional vəziyyətinə təsir edə bilər. Zəhmət olmasa deyin, bu xəbər doğrudurmu və Əlinin evdəki vəziyyəti necədir? Tərbiyəçinin etik davranış qaydalarına uyğun reaksiyası necə olmalıdır? Təbii ki, burada tərbiyəçi müəllim əsas məqamı, baxın, məxfiliyi gözləməlidir, konfidensiallığı gözləməlidir. Konfidensiallıq bir neçə halda pozula bilər. Məsələn, uşaqların həyatı ilə bağlı təhlükə olduqda və yaxud da məsəl üçün polis orqanları həmin uşaq barədə məlumat istədikdə və s. Yəni belə hallarda artıq bu pozula bilər. Amma digər hallarda bu pozula bilməz. Heç vaxt pozula bilməz. Yəni etik deyil. A variantında valideynin narahatlığını başa düşərək məlumatı bölüşməkdir. Əgər biz valideynin narahatlığını başa düşüb məlumatı
bölüşürsə bu düzgün olmaz. Ailə sirrini yayan şəxsə çevrilir. Yəni ailə sirrini yaymaq düzgün olmaz. A variantı səhvdir. Bu konfidensiallığı pozur. C variantına baxaq. Valideynə bu məlumatı əlinin valideynlərinin özündən soruşmağa məsləhət görməli və özünün də bu məsələdən narahat olduğunu bildirməlidir. Təbii ki, müəllim bu məsələdə tərəf tutmamalıdır və şayəni hətta doğrudursa belə, belə deyək də, yaymamalıdır. Eyni zamanda valideyni əlinin ailəsindən yönləndirmək ailələr arasında gərginliyə səbəb ola bilər. Məsəl üçün, valideyni mən yönləndirirəm ki, əlinin ailəsindən gedirkən, bu zaman həm ailələr arasında gərginlik baş verə bilər, həm də müəllimlə həmin o ailə arasında vəziyyət gərginləşə bilər. D-də də əlinin ailə məsələsini bütün qrup valideynlərlə iclasa çağırmalı, iclas olmalıdır. Bu haqda iclas olmalı fikri səhvdir. Kiminsə şəxsi həyatı ilə bağlı baxsıda iclasın olması doğru deyil. Yəni, şəxsi ailə məsələsi ictimai müzakirə mövzusu deyil. Həm uşağın, həm də ailənin hüquqlarının kobud şəkildə tapdanmasıdır. D variantı səhvdir. Y variantı valideynə əli ilə öz övladının dostluğunu kəsməyə tövsiyə etməlidir. Təbii ki, bu uşaqlar arasında ayrı seçkili yaratmaqdır və pedaqoji baxımdan tamamilə yanlışdır. Ailə vəziyyəti uşağın günahı deyil və onun sosial münasibətlərini məhdudlaşdırılmasına səbəb olmamalıdır. Ona görə də C variantı bizim doğru cavabımız olacaq. Daha doğrusu B variantı, üzr istəyirəm. B variantı bizim doğru cavabımız olacaq. Yəni, ümumi olaraq müəllim bildirməlidir ki, hər bir uşağın ailə vəziyyəti məxfidir və bu barədə üçüncü şəxslə məlumat vermək onun peşə etikasına ziddir. Yəni, müəllim fəaliyyəti zamanı uşaqlar və onların ailələri haqqında şəxsi məlumatlar əldə edir. Bu məlumatların ailə tərkibi, sosial vəziyyət, boşanma, xəstəlik, digər valideynlərə və ya kənar şəxslərə ötürülməsi qəti qadağandır və müəllim hər bir ailənin özəl həyatına hörmətlə yanaşmalıdır, valideynin narahatlığını anlayışla qarşılamalıdır, amma yenə də deməməlidir. Və müəllim etik sərhədləri qoruyaraq bu məlumatın üçüncü şəxslərə paylaşa bilməyəcəyini nəzakətli, lakin qətiyyətli şəkildə bildirməlidir. Ona görə doğru cavab variantımız 7-ci sualda B variantı olacaq. 8-ci suala baxaq. Deyir, məktəbə hazırlıq qrupunda uşaq həndəsə fiqurlardan ev maket düzəldir. Müəllim uşağın işinə baxaraq deyir, afərin, sən riyaziyyatı çox gözəl bilirsən, sən əsl dahisən. Müəllimin bu verdiyi rəy haqqında hansı fikir metodik cəhətdən doğrudur? Ümumiyyətlə, baxın, afərin, sən riyaziyyatı çox gözəl bilirsən, sən əsl dahisən. Bunu demək qapalı düşüncə tərzi olacaq. Uşaq deyəcək ki, mən riyaziyyatı bilirəm, onsuz da. Bir də gedib riyaziyyatı oxumayayım. Onsuz mən bunu bilirəm də. Bu, qapalı düşüncə olacaq. Bu, düzgün deyil. Yəni, belə rəy ümumiyyətlə düzgün olmaz. A variantına bu uşağı intellektinə vurğuladığı üçün onda mən bacarıram hissini gücləndirən ən doğru rəydir. Səhvdir. Mən bacarıram hissini, belə deyək də, gücləndirən ən doğru rəydir fikri səhvdir. Artıq bu rəy, belə rəy verməklə biz onu inkişafdan saxlaya bilərik həmin uşağı. Yəni, şəxsiyyətin tərifi qısa müddətli özünə inam yaratsa da, uzun müddətli uğursuzluğa gətirib çıxara bilər bu. C variantı müəllim uşağı digər uşaqlarla müqayisə etmədiyi üçün bu rəy tamamilə uşaq yönümlü sayılır. Rəyin uşaq yönümlü olması üçün o uşağın inkişafına xidmət etməlidir. Burada isə inkişafdan qalır. Doğru deyil. D variantı bu tür rəylər uşaqda inkişafa açıq, səhvdir. Bu inkişafa qapalı düşüncədir. Açıq düşüncə deyil. Tam əksinədir burada. Açıq düşüncə nədir? Baxıram ki, fiqurları çox dəqiqliklə birləşmirsən, dam üçün bucağı seçməyin çox uyğundur. Bu açıq düşüncədir. Və yaxud da baxıram ki, bugün burada sən qırmızı rənglərdən istifadə eləmişsən, gələn dəfə göy rəngdən istifadə eləsin daha yaxşı olar. Artıq burada bu açıq düşüncədir. Ona görə D səhvdir. Y variantı konkretli, yəni sən dahisən sözü qətiyyən konkret deyil. Konkret rəy uşağın nəyi necə etdiyini ona görə bildirməkdir. Burada isə rəy konkret olduğu üçün uşaq növbəti dəfə nəyi daha yaxşı edəcəyini aydın başa düşür fikri səhvdir. Burada konkretlik yoxdur. Amma B variantı bizim doğru cavabımızdır. Bu rəy effektiv deyil. Çünki uşağın zəhmətinə və tətbiq etdiyi üsulla deyil, onun sabit keyfiyyətinə yönəlib. Bayaq dediyimiz kimi sən dahisən demək
düzgün olmaz. Bu uşağın fəaliyyətinə deyil, onun sabit bir xüsusiyyətini tərifləyir. Yəni uşaq gələcəkdə bir səhv edəndə, deməli mən artıq dahi deyiləm qorxusu yaşaya bilər və çətin tapşırıqlardan qaçar. Uşaq bu rəydən hansı hərəkətlərinin, məsəl üçün kvadratdan, divar üçbucaqdan dam düzəltməsini düzgün olduğunu anlamır. Yəni kvadratdan divar, üçbucaqdan dam düzəltməsinin düzgün olduğunu uşaq burada anlamır. Ona görə burayı düzgün olmaz. Doğru cavabımız olacaq B variantı. Aşağıdakı fikirlərdən hansı rəyə aiddir? 9-cu sualda da bu gün keçdiyimiz mövzu ilə bağlı sənə qaranlıq qalan bir məqam varmı? Bu sualdır. Baxın. Sual olanların hamısını da görürsünüz sualdır. Bu sualdır, rəy deyil. Refleksiv sualdır bunlar. Yəni uşaq özünü dəyərləndirir. Uşağın özünü dəyərləndirməsi refleksiv sualdır. Bunlar da sualdır, refleksiv sualdır. Amma B variantı rəydir. Cümlədəki sözlərin ardıcıllığını çox düzgün qurmusan, fikrini aydın ifadə etmək əladır. Artıq bu rəydir. Rəy olduğu üçün doğru cavab olacaq B variantı. 10-cu suala da baxaq. 10-cu sualda deyir, aşağıdakı situasiyalardan hansı iki çoxluğun müqayisəsi vasitəsilə çıxma əməli nümunəsidir? Ağacda 9 alma var idi. 4-ün yerə düşdü. Ağacda neçə alma var? Bir almanın olması burada bir çoxluqdan söhbət gedir. İki çoxluqdan söhbət getmir. Birinci qutuda 7 rəngli karandaş, ikinci qutuda 5 rəngli karandaş var. Birinci qutuda ikincidən neçə karandaş artıqdır? Artıq burada B variantında deməli rəngi 7 rəngli karandaş, bir də 5 rəngli karandaş. Bu iki çoxluqdur. 7-dən 5 çıxır eləyir 2. Yəni burada çıxma əməlidir. Bizə də çıxma əməli dediyi üçün B-ni saxladıq. Cavab variantımız B-dir. C variantı yumurta söhbəti var. Bir çoxluqdan söhbət gedir. D variantında sərnişin dayanacaqda 6 nəfər düşdü. Burada bir çoxluqdur. Y variantında da bir çoxluqdur. Bu da doğru olmaz. Bizə deyir çoxluqlar, iki çoxluğun birləşməsi. İki çoxluq nədir? İki müxtəlif belə deyək, əşya. Burada da iki müxtəlif əşya bir dənə B variantındadır. Ona görə doğru cavabımız onda olacaq B.